Hər kəsə salam. DİM 2025 test toplusundan azot və onun birləşmələri bölməsinə daxil edilmiş 27-ci sualın izahına baxaq. Qarışıq verib bizə ammonium nitrat və ammonium nitritdən ibarət. Tam termiki parçalanmalarını yazmalıyıq. Ammonium nitrat parçalanan zaman alınır azot peroksid və su. Əmsallaşdırdıqda suya 2 yazırıq. Ammonium nitritin parçalanmasından isə azot və su əmələ gəlir. Yenə suya 2 yazsaq tərəflər bərabərləşir. Tam termik parçalanması zamanı alınan qazlar. Parçalanma zamanı alınan qazlar bir buradadır, bu olur X, bir də Y azotdur. X və Y qazlarından ibarət qarışığın orta molyar kütləsi 32 qram böl mol olarsa, başlanğıc qarışıqda hidrogen atomlarının sayı azot atomlarının sayının neçə dəfə çoxdur. Biz qarışığımızda bilmirik. Neçə mol ammonium nitrat var, nə qədər ammonium nitrit var. Buna X yazaq, buna Y yazaq. Onda hər birinin əmsallarını gətirib qarşısına X yazırıq. Demək, X və Y qazlarından ibarətdir. X mol N2O-muz var. Y mol da N2. Bu qaz qarışığının orta molyar kütləsi 32-dir. Qaz qarışığının orta molyar kütləsinin tapılması da nü1 M1 plus nü2 M2 bölünsün nü1 plus nü2 düsturuna əsasəndir. İndi qaz qarışığının orta molyar kütləsini bizə verib 32. Bərabərdir. Hər birinin molunu vururuq kütləsinə. Bu edəcək 44x üstəgəl 28y, nölər də x plus y. Buradan tənasüblə həll edirik. Yəni 32x plus 32y bərabərdir 44x plus 28y və alacağıq y bərabərdir 3x. İndi başlanğıc qarışıq deyir. Başlanğıc qarışığımızda x mol NH4NO3 var idi. Y molda NH4N2, Y-i də tapdıq 3x yerinə yazırıq. İndi bu qarışıqda hidrogen atomlarının sayı azot atomlarının sayından neçə dəfə çoxdur? Görək nə qədər hidrogen atomumuz var. 4 hidrogen atomu burada x-ə vururuq 4x. 4 vur 3x, 12x də buradadır. Cəmi 16x. Azot atomlarının sayı isə 1, 1, 2 dənədir. X-ə də vururuq 2x. Burada da 1, 1, 2 dənə 3x-ə də vururuq 6x edir 8x. 16, 8-dən 16x, 8x-dən neçə dəfə çoxdur? 2 dəfə. Yəni 16-ı bölürük, 16x-i bölürük 8x-ə edir 2.